Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Paylaşdığım bir sualın izahına baxırıq. Söhbət mənim maaşımla gedir. Necə ki, maaşım yavaş-yavaş əriməyə başlayır, amma bunun səbəbini heç cürə bilmirəm. Deməli, bu gün də maaşdan danışaq görək, nə üçün belə oldu? Düşünün ki, maaşınızın bir hissəsi biraz azalır, daha sonra bir hissəsi də azalır və yerdə qalan hissədə 20% artır. Bəs ortada nə qalır? Biz onu indi tapacağıq. Gəlin birlikdə hesablayaq görək mənim maaşıma nə olub. Deməli, ilk öncə faiz görəndə mənim ağlıma ilk 100 gəlir. Yəni, söhbət 100-dən gedirsə, çünki 100 ilə işləmək, 100% ilə 100 manatla işləmək daha rahatdır. Fikirləşək ki, tutaq ki, 100 manat maaş alırsınız və 100 manatın 70 manatı 10% azalır. Baxın, 100 manatın, yaxşı olmadı, bir dəqiqə. 100 manatın 70 manatı azalanda, baxın 100 manat pulumuz var. Bu pulun 70 manatı, bax 70 manatı 10% azaldı. 70'in 10%i 7 edir. Yəni faizi bilənlər, əgər bilmirsinizsə, YouTube'da videom var, faizə aid, onu izləyib baxa bilərsiniz. 70'in 10%i 7 manat deməkdir. Yəni 70'dən də 7 çıxdım, mənim pulum oldu 63. Daha sonra 10%i də 10% azaldı. Yəni 10 manatı, bax 10 manatı 10% azaldı. Onun 10%i 1 deməkdir. 10 idi, birini getdi, yəni birini çıxdım, qaldı 9 manat. Və yerdə qalan hissəsi, burada səhv düşüb, yerdə qalan hissə isə 20% artdı. Bəs yerdə nə qədər qalıb? Bax, 70 manat 1, 10 manat 1, yerdə qalıb, bu ikisi 80 manat elədi, yerdə qalıb 20 manat, düzdürmü? 20 manatın da 20% artırıblar. 20'nin 20%i eləyəcək 4. Yəni, artma varsa üzərinə gələcək. Bunlarda azalma idi deyə çıxdıq, bunda artma var deyə üzərinə gəldik. 20'nin də 20%i elədi 4. 20 üzərinə 4 gəldim, oldu 24. Bax, bunları toplasam yuxarıdakilər mənə 100 verəcək. Bunları toplasam mənə verəcək 96. Ortadakı fərqə baxın. Yanına da bir faiz ataq. Əvvəl 100% pulum var idi. Azalma artma baş verdi. 96% qaldı. Ortada nə qədər fərq var? 4%. Neynədir? 100-dən 96'ya düşüb deyə azaldı. Belə. Düşünün, faizlər maaşımızı azalda bilər. Amma biliklər qazancımızı qat-qat artıracaq. Ona görə də riyaziyyatı sevək və riyaziyyatı öyrənək.